Salam aleykum əziz müsəlmanlar. Keçən dərsimizdə hərflərin çap şəklində bütün formalarını sözlərdə oxuduq. Bu sadəcə giriş dərsi idi. Bu gün isə vacib oxu qaydalarının ilk qaydasını, yəni şəddəni birgə öyrənəcəyik inşallah. Demək, əvvəlcə gəlin görək şəddə nədir, necə olur? Şəddə, baxın, belə bir işarədir. Hərfin üzərinə qoyulur və məqsəd bu işarədə hərfi 2 dəfə oxumaqdır. Yəni, hərfin qoşa şəkildə, yəni 2 dəfə oxunması deməkdir. Gəlin də vizual olaraq şəddəyə baxaq. Görək necə olur və necə işlənir, necə tətbiq olunur. Əvvəlcə bu sözü oxuyaq. Deməli, ra, b, rab, bə, rab, bə. Birinci, deməli, burada 2 eyni cinsdən olan bə hərfi var. Birinci bə hərfi sukunludur. İkinci bə hərfi isə fətəlidir. Bu 2 bə hərfini birini ixtisar edib, o birisinin üzərində şəddə yazırıq və fəthəni də olduğu kimi saxlayırıq. Və olur bu şəkildə. Rab, bə, rab, bə. Deməli, eyni şəkildə şəddənin altına, yəni burada şəddə üzərindədir, fətə, şəddənin aşağısına da deməli kəsrə qoysaq, o zaman Rabbi şəklində oxunacaq. Əvvəlcə biz baxaq. Deməli, ra, b, rab, bi. Burada da birinci bəni ixtisar edib, onun üzərinə şəddə yazıb, aşağısından kəsrə qoysaq olacaq. Rabbi şəklində. Bəli. Onu da deyim ki, bu kəsrənin, deməli, bəzən şəddənin altında, bəzən də hərfin aşağı hissəsində qoyulmasının elə də bir fərqi yoxdur. Məsələn, burada Rabbi sözündə gördüyünüz kimi şəddənin altında deyil, birbaşa hərfin altındadır. Lakin eyni şəkildə şəddənin də altına qoysaq, oxunacaq Rabbi. Yəni, burada heç bir fərq yoxdur. Eyni işarədir, eyni mənanı verir. Sadəcə olaraq zövq məsələsidir. Bəzən kitablarda bu şəkildə verilir, hərfin altında, bəzən isə şəddənin aşağısında verilir. Yazı zamanı da istənilən şəkildə yazmaq ixtiyarınız var, heç bir fərq etməz. Bəli. Eyni şəkildə də əgər biz deməli Rab sözünün üzərinə damma qoysaq, olacaq Rab bu. Şəddəni qoysaq, Rab bu. Eyni şəkildə birinci ixtisar edirik və əvəzinə şəddə qoyub üzərinə damməni yazırıq. Gəlin daha bir neçə misala baxaq ki, şəddə mövzusu tam aydın olsun. Diqqətli olun. Deməli, keçən dərsdə sizə xatırlatmaq üçün dedim ki, videolarda sözləri mən oxumazdan əvvəl saxlayın. Özünüz oxumağa çalışın və daha sonra da videonu yenidən izləyərək doğru cavabı dinləyin. Bu şəkildə siz özünüzü yoxlaya bilərsiniz. Sanki siz oxuyursunuz, mən sizi dinləyirəm və səhvinizi düzəldirəm. Bunu hər dərs təkrar edərək sizi hər dəfə yormaq istəmirəm. Yəni, buna həmişə riayət edin, həm doğru cavab dinləyin, həm də özünüzü yoxlayın. Bəli, mövzumuza davam edək. Deməli, bir neçə misallara baxaq. Eyni şəkildə, məsələn, digər bir sözdür. A-lı, al-lə-mə, alləmə. Şəddəli şəkildə yazsaq, bu ləmi ixtisar edirik. Bu, deməli, ləmin üzərinə şəddə yazırıq və olur bu şəkildə. Alləmə. Daha bir misala baxaq. Ruz-zi-qa. Ruz-zi-qa. Buradan zəlin, daha doğrusu zəlin birini ixtisar etsək və
üzərinə, bu bir hərfin üzərinə şəddə yazsaq olacaq. Ruzziqa. İndi isə gəlin şəddəli formada baxaq. Ruzziqa. Az öncə dediyim kimi ruzziqanı bu şəkildə hərfin aşağısında da yazmaq olar. Həmçində bu şəkildə də yazmaq olar. Birbaşa şəddənin aşağısından. Bəli. Yeri gəlmişkən, onu da deyim ki, bizim dilimizdə də 7, 8, 9 kimi sözlərdə də qoşa hərflər tez işlənir. Tez-tez işlənir. Bunları ərəb hərfləri yazıb yazası olsaq belə olar. Məsələn, götürək 8 sözünü. Məsələn. Və bunun üzərinə ikinci k-ni yazmaq əvəzinə deməli şəddəni qoyuruq və onun aşağısından kəsrə yazıb və burada da s yazırıq. Olur 8. Məsələn, 9 yazıq. Bizdə deməli o hərf var, onlarda yoxdur. Ona görə do-nu yazıb belə do. 2 dənə q yazmırıq. İkinci q-nı ixtisar edirik. Onun əvəzinə şəddə qoyuruq və həmən o damməni də belə deyək. U hərfini buraya yazırıq. Olur 9. Bəli, baxın bu şəkildə. Deməli, ev tapşırığımız nədən ibarətdir? Şəddəni istifadə edərək bir neçə sözü ərəb hərfləri ilə dəftərinizə yazın. Az öncə 7, 8, 9 kimi başqa sözlər də var. Onları da yaza bilərsiniz və yaxud da başqa bir dildən olan sözləri də götürə bilərsiniz. Əsas odur ki, şəddəni tətbiq edin, praktiki şəkildə işlədin. Və növbəti dərsimizdə inşallah tənvin haqqında məlumat veriləcək. Suallarınız, dərslə əlaqədar fikirləriniz varsa, videonun altında şərh bölməsinə yaza bilərsiniz. Kanallarımıza, xüsusən də Telegram kanalına abunə olmağı unutmayın. Çünki videoya baxdıqdan sonra orada öz biliyinizi yoxlama imkanınız olacaq. Bunun üçün sizə tapşırıqlar veriləcək. Videonu bəyənməyi və şərh yazmağı və digərləri ilə paylaşmağı da təxirə salmayın. Məhz bu videonun daha çox kütləyə, daha çox insana çatmasına birbaşa səbəbdir və xeyir işə səbəb olan o işi görmüş kimidir. Allah'a əmanət olun. Selamun Aleyküm.